Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi çərçivəsində yeni yaşayış sahələri almaq üçün tender elan edib. Baku VS-in əldə elədiyi məlumata görə, fondun məqsədi vətəndaşların mənzil şəraitini yaxşılaşdırmaqdır. Belə ki, mexanizm vasitəsilə insanlar əvvəlcə mənzili kirayəyə götürür, müəyyən müddət ərzində isə onu satın ala bilirlər. Tenderə əsasən yeni mənzillər Sumqayıt şəhəri və Abşeron rayonunun yaxın yaşayış massivlərində yerləşməlidir. Ümumilikdə ən azı 50.000 kvadrat metr sahəni əhatə edən mənzillərin satın alınması planlaşdırılır. Bu layihə Azərbaycan Prezidentinin 2019-cu il tarixli fərmanına uyğun olaraq həyata keçirilir. Müsabiqənin ümumi dəyəri təxminən 213 milyon manat təşkil edir. Maraqlı tikinti şirkətləri təkliflərini 23 iyun 2025-ci il saat 10-a qədər təqdim edə bilərlər. Bu tender nəticəsində seçilən təchizatçıdan alınacaq mənzillər gələcəkdə vətəndaşlara satmaq öhdəliyi ilə kirayəyə veriləcək. Yəni insanlar evə əvvəl kirayəçi kimi köçəcək, daha sonra isə mərhələli şəkildə həmin evin sahibi olacaqlar.